Salamlar. Bugünkü dərsimizdə cəbr üzrə rəqəmlər və mərtəbə vaidləri haqqında danışacağıq. Əvvəlcə başlayaq rəqəmlərin tərifini verək və daha sonra rəqəmlərin nə üçün istifadə olunduğu və rəqəmlərlə ədədlər arasındakı əsas fərqi izah edək. Deməli, gəlin rəngi qaranlaşın rəngi seçək. Deməli, rəqəmlər hansılardır? Gündəlik həyatda işlətdiyimiz və qəbul imtahanının əsas proqramını təşkil edən materiallar adətən onluq say sistemi üzərində qurulduğuna görə bugün biz də onluq say sistemindəki rəqəmlərdən danışacağıq. Deməli, hansılardır onluq say sistemindəki rəqəmlər? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 9-da bitiririk. Bu artıq oldu. Bu rəqəmlər ümumiyyətlə nə üçün istifadə olunur? İstənilən onluq say sistemindəki bir ədədi götürək. Bu ədəd ola bilər 42315. Və gördüyünüz kimi bu ədədin yazmaq üçün mən buradakı rəqəmlərdən istifadə etdim. Rəqəmlərin əsas istifadəsi ədədlərin yazılışı üçündür. Yəni deyək ki, nümunə üçün bu ədədi yazdıq. 42315 ədədində istifadə olunan rəqəmlər 4, 2, 3, 1, 5-dir. Və biz belə bir neçə nümunə, daha doğrusu sonsuz sayda nümunə gətirə bilərik. Gəlin, çox böyük bir ədəd olsun bu. 4.312.761. Gördüyünüz kimi bu ədəd nə qədər böyük olur və ya ədəd nə qədər kiçik olur, bu heç nəyi dəyişdirmir. Biz yenə də sadəcə burada yazdığımız rəqəmlərdən istifadə edirik. Gəlin, bunun xüsusi bir işarə qrafı alaq. Və bu ədəddə istifadə etdiyimiz rəqəmlər də 4, 3, 1, 2, 7, 6 və 1 rəqəmləridir. Gördüyünüz kimi rəqəmlərin əsas məqsədi, rəqəmlər sadəcə bir işarədir və rəqəmlərin istifadəsinin əsas məqsədi ədədləri yazı dilində göstərməkdir və biz ədədləri göstərmək üçün sadəcə rəqəmlərdən istifadə edirik. Gəlin indi əsas mövzumuz olan, ya daha doğrusu bir çox şagirdin çaşqınlığına səbəb olan bir məsələ haqqında danışaq. Deməli, bu məsələ nədir? Bunlar rəqəmlər və ədədlər arasındakı fərqlərdir. Bayaq da dediyimiz kimi, rəqəmlər sadəcə olaraq işarələridir və rəqəmlər üzərində heç bir riyazi əməl təyin olunmuyor. Bu nə deməkdir? Siz rəqəmləri toplaya, rəqəmləri çıxa, rəqəmləri bir-birinə vura və ya başqa bu cür riyazi əməlləri rəqəmlər üzərində apara bilmərsiniz. Buradan belə bir sual ortaya çıxar ki, məsələn, 2 üstə gəlsin 3 bərabərdir 5 ifadəsində 2, 3, 5 rəqəmdir, amma biz bunlar üzərində bir riyazi əməl apardıq və aldığımız cavab da hətta bir rəqəm oldu. Necə olur ki, biz rəqəmlər üzərində riyazi əməllər apara bilmirik? Sualın cavabı bu sadədir və əsas burada bir səhv edirik və bu səhv nədən ibarətdir? Gəlin onu izah edək. 2 üstə gəlsin 3 bərabərdir 5 ifadəsində haqqında danışılan 2, 3 və 5 rəqəmlər deyil, ədədlərdir. Gəlin bunu aydın yazaq. 2, 3, 5 ədədləri. Hansı ki, biz bu ədədlərdən istifadə edərək bu ifadəni formalaşdırdıq, bu ifadəni yaratdıq və biz bildiyimiz kimi ədədlər üzərindəki riyazi əməllər təyin olunub və riyazi ədədləri biz toplaya, çıxa, bir-birinə vura, qüvvəti yüksəldir və başqa bu cür riyazi əməlləri tətbiq edə bilərik ədədlər üzərində. Deməli, burada bir məsələ ortaya çıxır. Bu məsələ bundan ibarətdir ki, onda biz 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərindən hətta ədəd kimi də istifadə edə bilərik. Buna görə də biz deyirik ki, gəlin bunu ayrıca bir səhifədə yazaq. Deməli, bunları təmizləyək. Deməli, dediyimiz kimi 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 həm də ədədlərdir və biz belə bir nəticəyə gələ bilərik ki, bütün rəqəmlər ədədləri daha doğrusu ədədlər kimi
istifadə oluna bilər. Lakin, yəni bunu fərqli rəngdə dəyişdirək. Bütün ədədlər isə rəqəmlər kimi istifadə oluna bilməz. Aha. Nə demək istəyirik bu cümlədə? Demək istədiyimiz şey budur ki, gördüyünüz rəqəmlər həm də bir ədəddir. Yəni 0 həm rəqəmdir, həm ədəddir. Misal üçün 4 həm rəqəmdir, həm ədəddir. Və biz deyə bilərik ki, buna görə də bütün rəqəmlər ədədlər kimi istifadə oluna bilir. Buradakı gördüyünüz bütün rəqəmlər hətta həm də ədədlərdir və ədədlər kimi biz onları istifadə edə bilərik. Lakin biz bütün ədədlərdən rəqəmlər kimi istifadə edə bilmərik. Nə deməkdir bu? Bu hissəni, cümlənin ikinci hissəsini izah etməyə çalışırıq. Bu deməkdir ki, 10.461 ədədi bildiyimiz kimi bir ədəddir. Lakin biz 10.461 ədədindən rəqəm kimi istifadə edə bilmərik. Ən azından bu rəqəm, belə bir rəqəm onluq say sistemində yoxdur. Hansı ki, bu rəqəmlər biz bildiyimiz kimi onluq say sistemindədir. Lakin onluq say sistemində 10.461 deyilən bir rəqəm olmadığına görə biz deyirik ki, bu ədəd rəqəm deyil. Və beləliklə biz cümləmizi dolayı yolla desək isbat etmiş olduq. Nədir isbat? İsbat odur ki, bütün rəqəmlər ədədlər kimi istifadə oluna bilir. Doğrudur. Bəli, 0, 1, 2, 3, 4, 5, 9-a kimi bütün rəqəmlər hətta həm də ədəddirlər. Lakin bütün ədədlər rəqəm kimi istifadə oluna bilmir. Bəli, 10.461 misal üçün bir ədəddir. Lakin bu bir rəqəm deyildir. Aha, gələk indi əsas məsələ mərtəbə vahidlərindən danışmağa. Deməli, onluq say sistemindəki mərtəbə vahidləri 10 üzərində 0. Növbəti dərslərimizdə görəcəyik ki, bu sadəcə 1-ə bərabərdir. Yəni, istənilən bir ədəd, 0-dan başqa istənilən bir ədədin üzərində 0 qüvvət kimi olduqda, həmin ədəd özü 1-ə bərabərdir. Daha sonra 10 üzərində 1, hansı ki, onun özünə bərabərdir. 10 üzərində 2, hansı ki, 100-ə bərabərdir. 10 üzərində 3, hansı ki, 1000-ə bərabərdir. Və s. bir yolla gedərək 10 üzərində sonsuza qədər, yəni bir n ədədi deyək və bu n ədədi 1, 0, 0 və buradakı sıfırların sayı da n ədəd olacaq. N ədəd 0 olacaq. Gəlin bir belə deyək, hillədən istifadə edək bu yazılışda. Ümumiyyətlə, həmişə yadımızda saxlamalıyıq ki, 10 ədədini hansı dərəcədən qüvvətə yüksəldiriksə, aldığımız ədəddəki sıfırların sayı da həmin qüvvətə bərabər olacaq. Yəni, 10 ədədini 3-cü dərəcədən qüvvətə yüksəltdikdə aldığımız ədəd 1000-dir və 1000-dəki sıfırların sayı 3 ədəddir. Gördüyümüz kimi 1, 2 və 3 dənə sıfır var. Eyni ilə də 2-ci dərəcədən qüvvətə yüksəltdikdə aldığımız ədəddəki sıfırların sayı 2-dir və beləliklə bütün natural ədədlər üçün bu doğrudur. Yəni, onu 17-ci dərəcədən qüvvətə yüksəltdikdə və ya 100-cü dərəcədən qüvvətə yüksəltdikdə aldığımız ədəddəki sıfırların sayı qüvvətə yüksəltdiyimiz ədədə bərabər olacaq. Təbii ki, bizim əsas mövzumuz onun qüvvətləri və buradakı sıfırların sayı deyil. Bizim əsas mövzumuz mərtəbə vahidləridir və bizim mərtəbə vahidləri haqqında danışarkən dedik ki, onluq say sistemindəki mərtəbə vahidləri 1, 10, 100, 1000, 10.000 və beləliklə sonsuza qədər artan onun vuruqlarından ibarət olan ədədlərdir. Bəs bu mərtəbə vahidlərinin əhəmiyyəti nədir və biz onu nə vaxt istifadə edirik? Gəlin, nümunə üzərində baxaq. Bayaqki ədəd olmasın, başqa bir ədəd olsun, çünki həmin ədəd yadımdan çıxdı. 42.314 ədədi. Gördüyümüz kimi bu ədəd 4, 2, 3, 1 və 4 ədədlərindədir. Gəlin bunu dəyişək, başqa rəqəm istifadə edək ki, təkrar olmasın ki, nümunə daha yararlı olsun. 42.318 ədədi. 42.318 ədədindəki istifadə olunan rəqəmlər 4, 2, 3, 1 və 8-dir.
Gəlin 42318 ədədini rəqəmlərdən və mərtəbə vahidlərindən istifadə edərək ifadə edək. Necə ifadə edəcəyik? Əvvəlcə yazaq axırıncı ədəd. Axırıncı və başdan fərqi yoxdur. İstənilən yerdən başlaya bilərik. Gəlin sondan başlayaq. Sondan başlayanda gəlin rəngi dəyişək ki, biraz fərqli olsun. Aha, sonuncu rəqəm 8-dir. 8 bir ədəddir həm də bildiyimiz kimi. 8-i vururuq sonuncu rəqəm 1-dir. Yəni bu təklik mərtəbəsində duran bir rəqəm olduğuna görə 8-i vururuq 1-ə. Üzərinə gəlirik. Digər 8-dən sonraki digər ədəd 1-dir. 1 onluq mərtəbəsində, yəni ki 0, 1 onluq mərtəbəsində olduğuna görə 1-i vururuq ona. 3-ü, yəni 1-dən sonraki ədəd 3-dür. Vururuq 100-ə. Çünki 1 yüzlük mərtəbəsindədir. Yəni 42318 deyirik. Üstə gəlinsin. 2, növbəti rəqəm 2-dir. 2-ni vururuq 1000-ə. Gördüyünüz kimi 42000 deyirik. Üstə gəlinsin. Yəni burada 2 minlik mərtəbəsindədir. 4 vurulsun 10.000. Və gördüyümüz kimi biz istənilən bir ədədi, onluq say sistemindən ən azından istənilən bir ədədi onun qüvvətlərindən və sadəcə rəqəmlərdən istifadə edərək, həmin ədədin yazılışında istifadə olunan rəqəmlərdən istifadə edərək belə bir cəm şəklində göstərə bilərik. Və bu cəm şəklində göstərmək adətən bəzi məsələlərdə həll üçün həll prosesini daha da asanlaşdırır. Hansı ki, bu bəzi məsələləri, buna bənzər bəzi məsələlər haqqında bugün danışacağıq. Gəlin mövzu daha aydın olsun deyə biraz da bu rəqəm üzərində işimizi aparaq və yeni bir nümunəyə baxaq. Deməli, gördüyünüz kimi burada sağdan birinci ədədi 10 üzərindən 0-a vurduq. Sağdan ikinci ədədi, yəni sağdan sola doğru getdiksə, bu ədəd vuruldu 10 üzərində 1-ə. Bu ədəd vuruldu 10 üzərində 2-yə. Bu ədəd vuruldu 10 üzərində 3-ə və bu ədəd də vuruldu 10 üzərində 4-ə. Və gördüyünüz kimi ədəd nə qədər böyük olursa olsun, sağdan sola kimi getdikcə onun qüvvətləri də 0-dan başlayaraq 0, 1, 2, 3, 4 və beləliklə arta-arta gedir. Və gəlin bu nümunəni başqa bir nümunədən istifadə edək. Deməli, yeni bir səhifə açaq. Aha. Bu dəfəki ədədimiz olsun. Gəlin istifadə edək. 2.134.678. Aha, gəlin buradakı mərtəbələri birinci təyin edək. Deməli, sağdan sola doğru başlayırıq bildiyimiz kimi. 8 rəqəminin dayandığı yerdəki mərtəbə 10 üzərində 0-dır. Burada 10 üzərində 1-dir. Burada 10 üzərində 2-dir. Burada 10 üzərində 3-dür. Burada 10 üzərində 4-dür. Burada 10 üzərində 5-dir və burada da nəhayət 10 üzərində 6-dır. Və gördüyümüz ədədi biz bu mərtəbə vahidlərindən istifadə edərək bir cəm kimi göstərə bilərik və bu cəmi yazarkən sadəcə bu ədədin yazılışındakı rəqəmlərdən və mərtəbə vahidlərindən istifadə edəcəyik. Gəlin 8-i, yəni sağdakı ən birinci rəqəmi vuraq həmin ədədin mərtəbə vahidinə. Yəni 8 fərqli rəngdə olsun. Yəni bu dəfə yaşıldan istifadə edək. Aha, 8 vurulsun 10 üzərində 0. Üstə gəlinsin. Sağdan sola doğru getsə növbəti ədəd 7, növbəti rəqəm 7, daha doğrusu ədəddir bu. 7-nin mərtəbəsi onluq mərtəbəsidir. Yəni ona görə 7-ni vururuq 10-da 1-ə. Üstə gəlinsin. Sola doğru getdikcə 6 vurulsun. 6 gördüyümüz kimi 10 üzərində 2 ilə əlaqəlidir. Daha doğrusu 10 üzərində 2-nin, yəni 100-lük mərtəbəsindədir. 10 üzərində 2. Üstə gəlinsin. Gəlin. Burada da bir işarəni qoyaq. 4 vurulsun. Artıq məncə aydın oldu. Sağdan sola doğru gedirik və hər bir rəqəmin dayandığı yerdəki mərtəbəyə həmin ədədi vururuq. 4 ədədini vururuq
10 üzərində 3-ə üstə gəlinsin 3 ədədini vururuq 10 üzərində 4-ə üstə gəlinsin 1 ədədini vururuq 10 üzərində 5-ə üstə gəlinsin 2 ədədini vururuq 10 üzərində 6-ya. Və gəlin bunu daha açıq bir şəkildə qüvvət kimi yox, bir ədəd kimi yazaq. 8 vurulsun 1, üzərinə gələk 7, vurulsun 10, üzərinə gələk 6, vurulsun 100, üzərinə gələk 4, vurulsun 1000, üzərinə gələk 3, vurulsun 10.000, üzərinə gələk 1 vurulsun 100.000, üzərinə gələk 2 vurulsun 1 milyon. Təbii ki, gördüyünüz kimi bu ifadə ilə, yəni yuxarıdakı ifadə ilə gəlin bunu ayırıq. Bu qırmızı xətdən yuxarıda yazdığımız ifadə eyni ilə qırmızı xətdən aşağıda yazdığımız ifadəyə bərabərdir. Və tək fərq budur ki, buradakı biz qüvvətləri açılışını, yəni birbaşa olaraq yazdıq, qüvvət kimi yazmadıq. Və gördüyünüz kimi istənilən ədədi bu şəkildə mərtəbə vahidləri və həmin ədədi təşkil edən rəqəmlərin hasilinin cəmi şəklində göstərə bilərik. Yenə də deyirəm, burada rəqəmlərlə mərtəbə vahidləri bir-birinə vurulub deyərkən əslində biz ədədləri nəzərdə tuturuq. Gəlin daha bir sadə axırıncı bir nümunəyə baxaq. Daha sonra isə çalışma məsələlər üzərində işləyək. Deməli, başlayaq. Gəlin karandaşımızı seçək ağ rəngdə. Növbəti ədədimiz olsun. Gəlin bir dəfə sadə bir ədəd seçək. Sadə deyərkən, yəni sadə görünüşə malik bir ədəd. 4096. Yenə də başlayırıq yazmağa. Gəlin bu dəfə göy rəngdən istifadə edək. Sağdan sola doğru getdiyimizə görə sağdakı ədəd 6-dır. 6 vurulsun 1, üzərinə gəlinsin. Soldakı ədəd 9-dur. 9 vurulsun 10, üzərinə gəlinsin. Ondan soldakı rəqəmimiz 0-dır. 0-ı istənilən bir ədədə vurduqda 0 edir və bu sizi çaşdıra bilər ki, 6 ədədini 10 üzərində 0-a, 9 ədədini 10 üzərində 1-ə və 0-ı nəyə vursaq 0 aldığımıza görə 10 üzərində 2-ni 0-a yox, 4-ə vuraq. Bu sizi belə çaşdıra bilər. Lakin bunu demək istədim ki, bu belə etsəniz məsələnin cavabını səhv alarsınız. Buna görə də olduğu kimi hər bir rəqəmi qiymətindən asılı olmayaraq, pozisiyasına uyğun olaraq mərtəbə vahidinə vurmalısınız. Buna görə də 0-ı vururuq 10 üzərində 2-yə və 4-ü də vururuq 10 üzərində 3-ə. Və gördüyünüz kimi, yəni fərqləndirmək üçün qırmızı şəkildə yazaq yenə. 6 vurulsun 1, üstə gəlinsin. 9 vurulsun 10, üstə gəlinsin. 0 vurulsun 100, üstə gəlinsin. 4 vurulsun 1000. Və gördüyünüz kimi 4096 bu cəmə bərabər olacaq. Beləliklə bugünkü videonun da sonuna gəldik. Ümidvaram qaranlıq qalan heç bir mövzu qalmadı. Və ən əsası bugünkü mövzu ilə əlaqədar Tələbə Qəbul üzrə Dövlət Komissiyasının test toplusundan bugünkü mövzumuzla əlaqədar olan məsələlərin həllinə baxmaq istəyirsinizsə, burada göstərilən hissəyə klikləyin və açılan pəncərədə mövzu ilə əlaqədar olan testlərin izahına baxa bilərsiniz. Bundan əlavə hər hansısa bir sualınız dərslə bağlı və ya mövzu ilə bağlı hər hansısa bir məsələ, hansı ki həlli sizə maraqlıdır varsa, bunu ya description bölməsindəki e-mail şəklini çəkərək və yazaraq yollayın, ya da ki videonun altında komment kimi paylaşın və beləliklə də biz həmin suallara cavab verməyə çalışaq. Hələlik gələn görüşlərə qədər özünüzə yaxşı baxın.